pasiyentin yaşı 35 yaşın üstündədirsə, vaxt itirmədən, bəli, hər ay folikul yetişdirməlidir ki, çünki xəstənin yaşı artır və yumurtalıq rezervi zəifləyir. Bəli, vaxt itirməmək üçündür, amma yaşı gənc yaşdırsa, hər ay etmək zorunda deyilik. Bu ay folikul yetişdirdik, gələn ay pasiyenti spontana buraxırıq. Bəzən görürsünüz ki, bu arada heç folikul yetişdirmirik, özü gedir hamiləyə qalır. Artıq yumurtalıqlar, biz orada olan problemləri aradan qaldırmışıq, artıq yumurtalar özü aktivləşir və özü hamilə qalır. Bizə deyirlər, həkim, müalicə verdiniz, hamilə qalmadım, amma özüm getdim, hamilə qaldım. Bir də onda psixoloji rahatçılıq olur. Artıq bu ay mən folikul yetişdirmirəm, bu ay onsuz da mənim uşağım olmayacaq deyə beyni rahat buraxırlar. Bu ay hamilə də qala bilirlər, fərqi yoxdur. Folikul yetişdirəndə də hamilə qalsa, folikul yetişdirməsəndə də hamilə qalsa, xəstə ikisində də mutlu olur, xoşbəxt olur. Təzyiq altında olmadan o şəkildə. Ola bilir. Yəni demək ki, nəymiş? 35 yaşı altı pasiyentlərdə folikulu hər ay yetişdirmə məcburiyyətinə deyilik. Arada fasilə verir. Doktor, bir də borulara baxmaq istəyirsiniz. Bəs o borulara nə zaman baxılır, hansı şəraitdə baxılır, o haqqda biraz məlumat. Nə dedik? Bir xəstənin bir qadın hamilə qalması üçün hər şey normaldır. Bizə nə lazımdır? Folikul yetişib partlamalıdır. Boru açıq olmalıdır ki, orada maylanma geçsin. Bir də o embrionu qəbul edən uşaqlıq normal olmalıdır. Demək, bizə indi nə lazımdır? Yol. Yol bağlısı ilə hamilə olmayacaq. Bunun üçün borulara bir ilin tamamında əgər xəstə hamilə qalmırsa, folikul normal yetişir, partlayır, amma hamilə qalmırsa, bəli, boruların keçiciliyindən baxılmalıdır.